Salam əziz izləyicilər. Bu günləri biz şpalerdə olan şaftalı bağının ilk forma verməsini aparacağıq. Deməli biz planlaşdırmışıq ki, şaftalı ağacımız V formada, V abrazlı inkişaf eləsin, V şəkilli və onun üçün də kəsimimizi aparmışıq. Gördüyünüz kimi bu alt budağı kəsim vaxtı saxlamışıq ki, birdən yuxarılarda budaq bıraxmasa bu budağı skelet budağı kimi istifadə edək. Lakin yuxarıda gördüyümüz bu budaq olduğuna görə buna artıq ehtiyac yoxdur. Bunu kəsdik, uzaqlaşdırdıq. Ağacın alt yarpaqlarını təmizləyirik ki, budaq verməsin. Gəlirik yuxarıya. Burada yenə də gördüyünüz kimi əsas bizim skelet budağımız biri olacaq bu. Sağ tərəfə inkişaf edəcək və digəri isə bu sol tərəfə inkişaf edəcək. Və ağacımız V şəkilli olacaq. Hansı ki V şəkilli bir skelet budağı sağ tərəfə bütün məhsuldarlıq bu skelet budağının üzərində formalaşacaq. Digəri isə bu budağın üzərində. Bu budağı isə hələlik ehtiyat olaraq saxlayırıq ki, birdən bu budaq qırılıb eləsə, bunu yenə də skelet budaq kimi formalaşdırıb istifadə edə bilək. Bu qədər əziz izləyicilər. Videolarımızı bəyənməyi unutmayın. Videolarımıza baxın ki, biz də yeni videolar çəkməyə həvəslənək və yeni videolarla sizləri məlumatlandıraq.